0, NTC isə 1 xal verir. Yəni bərabərlik olarsa 1. Deyir ki, handbolda 10 komanda arasında. Mən nə demişdim? Demişdim 10 dana komandası neçədir? 9. Deməli 9. 9 oyun gedir, düzdür? Amma bizə deyir ki, 2 dövrə. Nə demişdim? Vururuq. 9-u vurursunuz. Əgər 3 dövrə desəydi 3-ə vuracaqsınız. 2 dövrə dediyinə görə 9-u vururuq 2-yə. Bərabər də 18 oyuna. Deməli biz tapdıq neçə oyunu? 18 oyunu. Görək ardın nə istəyir? Bir komanda 3 görüşü məğlub olub. Məğluba neçə xal verir? 0 xal, düzdür? Deməli 3-ü vururuq 0-a, eləyir 0 xal. Sonra deyir ki, 4 görüşü bərabər edib. Bərabərə 1 xal veririk. 4-ü də vururuq 1-ə, bərabərdir 4 xala. Deyir ki, digər bütün görüşləri qalib gələrsə, digər görüşləri necə tapırıq? Baxın, 3 oyun, bu da 4 oyun, düzdür? Neçə oyundan söhbət? 7. 18-dən 7. Bəli, 18 oyundan 7 oyunu çıxanda yerdə 11 oyun qalır. Yaxşı, bəs 11 oyunu deyir, digərlərində maksimum udarsa, qalibi 2. 11-i də vurursunuz 2-yə, 22 xal. Ümumi neçə xal qazanmış olursunuz? 26 xal. Bəli, 4, bu da 22. Ümumi 26